Salam, hörmətli müəllimlər. Bugün sizə tərtib etdiyim açıq dərslərdən birinin nümunə kimi göstərmək istəyirəm. Yəni bunların PDF-də hazırladığım açıq dərslərdən bir nümunə. Bu dərs Xocalı faciəsinə aid bir açıq dərs idi. Bunu tərtib etmişəm. İndi mən sizə göstərəcəm. Sadəcə necə tərtib etdiyimi. Yəni siz də müraciət etsəz, sizin açıq dərslərinizi bu formatda, bu şəkildə tərtib etmək mümkündür. Bu sadəcə dərslikdə bu şəkildə yox idi bu mövzu. Mən bunu sadəcə müraciətlər əsasında bu şəkildə hazırlamışam. Burada deməli dərsin bu başlanğıc birinci səhifədir. Burada görürsünüz müəllimin adı, sinif barədə məlumat, məktəb barədə məlumat qeyd olunur və dərsimizin adı Xocalı faciəsi. Və keçirik ikinci standartlar var. Burada hər iki standart təyin etmişəm. Bu şəkildə. Sonra objectives gəlir. Yəni məqsədlər, hədəflər. Dərsin sonunda nə əldə edəcəyik? Onlar barədə burada məlumat qeyd edirəm. Sonra isə warm-up mərhələsi gəlir. Burada artıq ilkin uşaqlar barədə maraq oyatma mövzu haqqında. Burada 3 dənə sual var ki, onlar mövzuya giriş məqsədi daşıyır. Uşaqlar bu suallara cavab verdikdən sonra növbəti mərhələdə onlar artıq mövzuya uyğun yeni sözlərlə burada tanış olurlar. Onları qeydlərini götürürlər, öyrənirlər burada. Söz və definition-ı qeyd olunubdur. Daha sonra isə artıq mətin gəlir, oxu mətni. Şagirdlər bu mətni oxuyurlar və məlumat alırlar. Xocalı faciəsi barədə burada qeyd olunubdur qısa olaraq. Daha sonra isə bu suallara cavab verirlər şagirdlər. Deməli, burada 10 sual var. Şagirdlər öyrəndiyi, biraz əvvəl oxuduqları, öyrəndiyi məlumata uyğun bu sualları cavablandırırlar bu mərhələdə. Sonra isə artıq qruplarla iş mərhələsi gəlir. Şagird sayı az olduqda bunu cütlərlə iş şəklində də düzəldə bilirəm. Sonra burada qrupları tanıtma mərhələsi olur. 4 qrup var. İndi bu şagird sayı burada 15, 12, 14 nəfər olan siniflərə aiddir bu. 4 dənə qrupumuzu burada təqdim edirik. Sonra isə qrup tapşırıqları gəlir. Gördüyünüz kimi burada mövzuya aid sözlər var sağ tərəfdə və şagirdlər burada qrup şəklində bu sözləri burada tapacaqlar. Birinci qrupun adı Brave Hearts. Və aşağıda da qeyd olunduğu kimi tapdıqları sözün, yəni sağda verilən sözlərin hərəsinə aid bir cümlə qurub sonra təqdim eləyəcəklər. Bu ikinci qrupun tapşırığı History Guardians. İkinci qrupun tapşırığıdır bu. Yenə də mövzuya aid sözlər. Justice Fighters qrupunun mövzuya aid sözləri tapırlar və cümlə qururlar. Daha sonra isə 4-cü qrupun sözləri və sonra cümlələrini yazıb təqdim eləyəcəklər. Sonra burada onların vaxtı bitdiyi barədə məlumat və növbət dəfə həm də bu məlumat lövhədə qala-qala onlar təqdimatlarını eləyirlər. Sonra isə qiymətləndirmə bölməsi gəlir. Burada kriteriyalar görürsünüz, meyarlar və hər qrupun özünə uyğun burada balları qeyd eləməklə müəllim bunu təşkil edə bilər. Daha öz metodu ilə necə uyğundursa, buradakı meyarlara əsasən. Bu da bitdikdən sonra refleksiya mərhələsində şagirdlər müzakirə edirlər. Mən nə öyrəndim və mən nəyi anlamadım, nəyi öyrənə bilmədim və qaranlıq qalan hansı mövzu oldu, onu müzakirə edirlər. Sonra isə ev tapşırığı. Burada gördüyünüz kimi şagirdlərə bir ev tapşırığı verilir və onu onlar həll edirlər evdə. Daha sonra isə burada bir sertifikat olur. Mən oraya əlavə edirəm sinifin, şagirdlərin sinifini, məktəbin adını və imza yeri. Bunu müəllim istəsə print edib şagirdlərə imza çəkib təqdim edə bilər. Və də bu da sonluq kimi heç vaxt unutma, Xocalı faciəsi barədə qısaca ən vacib məlumatları çatdırır.
Bu qədər açıq dəstənin tərtibatı üçün müraciət edə bilərsiniz. Sağ olun, təşəkkürlər.